Selamun Aleyküm, her vaxtınız xeyirli olsun değerli izleyiciler. Kur'an-ı Kerim'de El-Muddessir suresi var. Mənası örtüyünə bürünmüş. Yüce Rabbimiz Peyğəmbərinə, elçisinə buyurur. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rəhimli və mərhəmətli Allahın adıyla. Ya eyyuhel-muddessir, ey örtüyünə bürünmüş, fəəndir. Qalx, insanları çəkindir. İnsanları yəni qorxut. Hesab günüyle, Allah'ın cezasıyla, Allah'ın büyük məhkəməsiyle insanların dirilməsini onlara xəbər ver. Bütün bu məlumatlar bu kiçik ayədə cəm olunub. Xəbər ver ki, qarşıda cənnət var, cəhənnəm var. Xəbər ver ki, bütün insanlar arasında ən kiçik və ən böyük hər bir məsələ barəsində hökm veriləcək. Heç kəsin haqqı kəsilməyəcək. O gün heç kəsin haqqı kəsilməyəcək. Nə dostların, nə də düşmənlərin. Allahın sevdikləri və Allahın nifrət etdikləri. Hər kəsin haqqı veriləcək. Cəzası da veriləcək. Ədalət də bərpa olunacaq. Sonra bu surənin sonlarında, yəni məqsəd bütün surəni açıqlamaq deyil, məqsəd bir orada yeri qeyd etməkdir. Cənnət əhli, Uca Rəbbimiz bir fragmenti bizə danışır, baş verəcək. Yəni gələcəkdən bizə xəbər verir. Əslində bu yəni misilsiz bir xəbərdir. Qazanc əldə etmək istəyənlər üçün, zərərdən qaçınmaq istəyənlər üçün çox misilsiz bir məlumatdır gələcəkdən. Axı biz bəşər olaraq, insan olaraq sevirik. Yəni öncədən tədbir görməyi, xüsusən də tədbirli insanlar ki, ziyandan qaçsınlar və xeyir əldə eləsinlər. Və budur, ən böyük ziyan xəbər verilib və ən böyük xeyir xəbər verilib. Və cənnət əhlinin sözünü bizə Rəbbimiz nəql edir. Anil mücrimin, onlar günahkarlar barədə soruşurlar. Mə sələkəkum fi səqar. Yəni müraciət edirlər cəhənnəm əhlinə. Nə idi sizi bura salan? Bu yandırıb yaxan oda salan sizi nə idi? Onların ilk cavabı. Bu ilk cavaba fokuslanmaq lazımdır, diqqət yetirmək lazımdır. Onlar dedilər ki, ləm nəku minəl musallin. Biz namaz qılanlardan deyildik. Yəni fikir verin, yəni demədilər hər hansı bir xeyir işlər görmürdük, demədilər ki, biz qəlbi təmizlərdən deyildik və demədilər. Yəni bunların heç birini demədilər. İlk məsələ hansı məsələ idi? İlk məsələ Allahın haqqı idi. Təbii ki, haqqlar çoxdur, amma ilk məsələdə Rəbbimizin haqqıdır. Yaradıb və ən əsas haqq da onun haqqıdır. Ləm nəku minəl musallin. Biz namaz qılanlardan deyildik. Yəni bu göstərir ki, namaz qılmamaq ən böyük cinayətlərdəndir. İnsanın öz nəfsinə qarşı etdiyi və öz Rəbbinə qarşı etdiyi ən böyük nankorluqdur. İnsanın özünə qarşı və öz Rəbbinə qarşı. Özünə qarşı bir cinayətdir. Özünü çox böyük bir günaha salır və Rəbbinə qarşı böyük bir nankorluqdur. Ona görə cəhənnəm əhli dedi ki, biz namaz qılanlardan deyildik. Sonra isə dedilər ki, biz ehtiyac sahiblərini yedizdirmirdik. Sonra dedilər ki, biz günahkarlarla, ələ salanlarla bərabər onların fikirlərinə dalırdıq. Yəni bu mənada. Və sonra buyururlar ki, وَكُنَّا نُكَذِّبُ بِيَوْمِ الدِّينِ. Həmçinin biz axirəti inkar edirdik. Yəni artıq özləri gözləri ilə görüblər axirəti və bu real bir dialoqdur. Baş verəcək konkret insanlarla konkret bir yerdə. Bir qrup cənnətdə, bir qrup cəhənnəmdə hər ikisi haqqı görüb və cəhənnəm əhli etiraf edir və deyir ki, biz hesab gününü yalan sayırdıq. Necə ki, indi bəzi insanlardan görə bilirik. Bir çox insanlardan belə sözlər eşidə bilirik ki, hər şey buradadır. Cənnət də burada, cəhənnəm də burada, belə sözlər. Əslində onların dediklərində belə bir həqiqət var. Cənnət və cəhənnəmin yəni bünövrəsi buradadır, əlbəttə ki. Bünövrəsi buradadır. Və Allahın razılığını qazanmaq üçün başlanğıc buradan başlayır. Və gördüyümüz kimi yəni ilk olaraq Allahın haqqı gəldi, sonra isə insanların haqqı. Buyurdu ki, biz ehtiyac sahiblərinin ehtiyaclarını ödəmirdik, onları yedizdirmirdik və biz hesab gününü yalan sayırdıq.
fikir verin. Burada necə deyərlər, bu son olaraq bu düşündürməlidir insanı və sonra Rəbbimiz buyurur ki, hətta onlar nə deyirlər, özləri deyirlər, hətta bizə yəqin gəldi çatdı, yəni ölüm gəldi çatdı. Və Uca Rəbbimiz deyir ki, artıq onlara heç bir şəfaətçi şəfaət edə bilməz. Onlara nə olub ki, növbəti ayədə buyurur ki, onlara nə olub ki, onlar öyüd nəsihətdən üz döndərirlər. Və bir neçə aya sonra sonda buyurur ki, xeyr, bu bir xatırlamadır. Yəni bunu eşidənlər düşünsünlər ki, bu bir xatırlamadır. Axı sizdən pis şeylər istənilmir. Sizdən nə istənilir? Rəbbimiz sizdən nə istədi? Və ya Peyğəmbər sizdən nə istədi? Məgər istədi ki, ona nəsə verəsiniz? Yox. O sizin özünüz üçün dedi elə. Dedi ki, ibadət edin və ehtiyac sahiblərinə, o da elə sizin özünüz üçün dedi. Ehtiyac sahibi sizin ən yaxınlarınız ola bilər. Sizin qonşunuz ola bilər. Burada da yəni bir bəşəriyyət üçün bir fayda var, böyük fayda var. Birinci fayda sənin öz Rəbbinlə olan münasibətin, ikinci fayda sənin insanlara qarşı olan, yəni burada nə pis şey istənilib. Bəlkə bir düşünəsən, bəlkə bu ilahi istəkləri dərk edə biləsən ki, yəni bu istəklər yalnız Allah tərəfindən ola bilər. Heç bir başqa maddi bir sizdən tələb olunmayıb. Yəni kiməsə nəyisə necə deyərlər, məcbur olaraq ödəmək, neyləmək. Ancaq insanlıq üçün. Yaxşılıq eləyirsən, uzağa eləmirsən, yaxına elə. Öz yaxınlarına elə. Yəni səndən istənilib ki, öz Rəbbinə ibadət edəsən və insanlara faydalı olasan. Yəni bu da yalnız xeyirdir. Burada xeyirdən başqa heç nə yoxdur. Ona görə bu ayələr barədə düşünmək lazımdır. Ona görə Allah Teala son olaraq təkrar xatırladır, vurğuluyur. Buyurur ki, xeyir, yəni diqqətli ol. Bu bir xatırlamadır, bir öyüddür. Və istəyən kim istəsə bu öyüddən nəticə çıxarar. Həmən ayədə buyurulur. Ona görə yəni tövsiyə olunur ki, bu Müddəssir surəsini insanlar oxusunlar və bu ayələr barədə düşünsünlər. Həqiqətən burada insanlıq üçün çox böyük bir fayda var. Çox böyük bir fayda var. Öyüd alan, faydalanan özü üçün etmiş olar və özünü, öz canını qurtarmış olar böyük bir təhlükədən, fəlakətdən. Həmçinin böyük bir mükafat əldə etmiş olar.